Salam, Nizami Gəncəvi haqqında söhbətlərin bugün ikinci günüdür və Nizaminin həyatı haqqında biz keçən dəfə müəyyən qədər məlumat verdik. Onun maddi cəhətdən yaxşı təmin olunduğunu, kimsədən bir ehtiyac olmadığını bildirmişdik. Amma bununla belə bu böyük söz sənətkarına dövrünün hökümdarları müəyyən hədiyyələr, ənamlar göndərməyi özlərinə borc bilirdilər və müəyyən mövzularda bədii əsərlər yazmasını, onun adını bir növ tarixə salmasını xahiş edirdilər. Belə hökümdarlardan biri də Atabəylərin məşhur hökümdarı Məhəmməd Cahan Pəhləvan idi. Məhəmməd Cahan Pəhləvan Nizami Gəncəviyə Xosrov və Şirin mövzusunda bir əsər yazmasını xahiş edir və ona Həmdünyan adlı bir kənd bağışlayır. Nizami Gəncəvi öz əsərlərində qeyd edir ki, kənd nə kənd andırır dar bir kürəni, yarımca fəssəxdir uzunu eni, yarılığa əkir onu Abxazılar. Bu qeydlərdən məlum olur ki, Nizamiyə bağışlanan bu kənd heç də böyük bir kənd deyilmiş və o qədər də bu kəndin gəliri yox olmuş. Amma bununla belə Nizami həmin kəndin gəlirini əldə eləyə bilirmiş və bundan da müəyyən qədər bəhrələnirmiş. Bəs bu kənd harda yerləşir? Bunun haqqında dəqiq məlumat yoxdur. Şübhəsiz ki, 12-ci əsrdən bəri kəndlərin yaşayış məskənləri də, yer adları da bu və ya digər dərəcədə dəyişikliyə uğrayıbdır və Həmdünyan kəndini müəyyən etmək çətinlik yaratmışdır. Keçən əsrin 80-ci illərində Gəncə Dövlət Universitetinin professoru Xəlil Yusifli müəyyən axtarışlar aparmış və belə qərara gəlmişdi ki, həmin kənd böyük ehtimalla Goranboy rayonunda yerləşən Həmənli kəndidir. Həmənli kəndi harada yerləşir? Bu kənd Korçay çayının ərazisində Gəncədən bir xeyli uzaq məsafədə yerləşir və indiki şəraitlə həmin vaxtki şəraitin fərqini nəzərə alsaq, Gəncədən həmin kəndə getmək, gəlmək və orada əkin-biçin işlərinə nəzarət etmək çətin olardı və bu mənada ehtimal eləyirəm ki, Həmənli kəndi 12-ci əsrdəki Həmdünyan kəndi ola bilməzdi. Sadəcə olaraq sözdə müəyyən oxşarlıqlar var, ancaq kənddə bu saatda təxminən 1000-2000 say həcmində əhali yaşayır ki, miqdarında və onların da özlərinin qeyd elədiklərinə görə vaxtı ilə bu kənd Qazaq qəzası ərazisindən gəlmişdi və tarix etibarilə də 12-ci əsrə gedib çıxa bilir. Deməli, biz ümumi belə bir rəyə gələ bilərik ki, Həmənli kəndinin Nizami Gəncəviyə Məhəmməd Cahan Pəhləvan tərəfindən bağışlanan kənd ola bilməzdi. Və bir məsələni də bildirmək istəyirəm. Məhəmməd Cahan Pəhləvan vəfat eləyəndən sonra Qızıl Arslanla Nizaminin görüşü olur və bu görüş haqqında Nizaminin əsərlərində maraqlı qeydlər var. Məhsətinin qəzəllərinin bu sarayda oxunması və buna yüksək qiymət verilməsi var. Eyni zamanda Gəncədən uzaq bir məsafədə görüşməsi haqqında qeydlər var. Bu harada ola bilərdi? Professor Rüstəm Əliyevin araşdırmalarına görə bu görüş indiki Ermənistan ərazisində olan Şəki nahiyəsində, Şəki məntəqəsində ola bilərdi və Nizami Şəki məntəqəsinə hansı yolla gedib qayıdıbdır? Təxmini marşrut xəttini professor müəyyən eləmişdi ki, Nizami Gəncədən Bərdiyə, Bərdədən də Tərtəs çayı sahilləri boyunca keçib Şəki nahiyəsinə çatmışdır və orada Qızıl Arslanın çadırında hörmət izzətlə qəbul olunmuşdur. Nizami də əsəri Qızıl Arslana müəyyən əlavələr etməklə təqdim etmişdir. Bunun əsasında biz Nizami Gəncəvinin həmin ərazilərini gəzdiyini və bunu yaddaşına köçürdüyünü
Daha sonraki bir əsərində İskəndərnamə poemasında Bərdənin tərifi hissəsində bu hadisələri əks elətdirdiyini müəyyən eləyə bilərik ki, şair Bərdənin keçmişdə gözəlliklərini vəsf eləyəndə təkcə şəhərin öz gözəlliyini deyil, onun ətrafındakı yaşıl dağları, meşələri, gözəllikləri təsvir eləmişdir ki, bu da indiki mənada Qarabağın aran və dağlıq ərazilərinin bütövlükdə təsviri kimi anlaşıla bilər. Və bu məsələləri də biz müəyyən eləyəndə belə qərara gəlirik ki, Nizami Gəncəvi Azərbaycan torpağının öz dövründə ən böyük bir söz sənətkarı kimi bu torpağın, bu vətənin ayrı-ayrı yerlərini də təsvir eləyir, tərənnüm eləyir və gələcək nəslə yadigar olaraq qoyub getmişdir. Bu qədər, sağ olun.